Yalnız xeyir olsun, əziz müştərilərim, dəyərli müştərilərim. Soytepe'nin en güzel bir yerinde, hündür bir yerinde, bir güzel mənzərəli bir evin çəkilişinə gəlmişik. Çox gözəl bir həyəti, 2 mərtəbəli, 9 otaq, 2 sanuzel. Baxın bir həyətinə, 2 tərəfinə də çıxış var, həyəti var. Evin arxasında da, qabağında da 2 dənə balkonu, evin arxasında da, qabağına da qəşəng balkonları var. Baxın bir dənə mənzərənin, çox gözəl bir həyət evidir, çox gözəl bir villadır. Baxın, ilk evin qabağında balkonu, oturmaq üçün, çay içmək, yayda oturmaq üçün gözəl bir yeri. Baxın, baxın. Möhtəşəm bir evdir. Bir dənə girək evin içərisinə. Evdə yaşayış var deyə, biraz indi əl gəzdirilməlidir. Yəni orada burada yəni iş görürlər deyin qalır. Baxın, bir dənə iç girişdə bir dənə evdə işləmək üçün əlavə bir iş yeri üçün bir yer düzəldib. Və buradan biz giririk evin zalına. Yəni baxın, bir dənə möhtəşəm və buradan qonaq otağından belə bir həyata bir mənzərəsi var. Bir dənə gəl buradan çəkin. Bir dənə buranı çəkin. Yəni buradan bir mənzərə, evin arkasına bax, həyatına bax. Bax. Gözəl şitillər, zatlar da əkilib, gözəl bir yerdir. Bir dənə evin ümumi götür bu qonaq otağın bir dənə zəhmət olmasa. Gördüyünüz əşyalardan hardasa çoxu qalacaq demək olar ki. Gəlin. Görün nə gözəl bir mənzərədir, bir gözəl bir evdir. Bir dənə baxın. Burada sanuzel yerləşir. Bir dənə baxın. Böyük bir sanuzeli var. Təmirli, tam hər bir şəraitli. Sonra burada bir yataq otağı var. Onun da gene arxa həyata açılmaq üçün pəncərəsi var. Mənə baxın, zəhmət olmasa. Və keçirik buradan mətbəxdə. Gəlin burada bir dənə siz gedin də. Deməli burada mətbəx oturmaq üçün. Yemək üçün oturmaq üçün. Yemək yemək üçün burada əlavə yer qurulub, çox gözəl. Və burada mətbəxdir. Baxın, əlavə mətbəxdən yenə də həyətə çıxış var. Mətbəxdən həyətə çıxış var. Bir dənə baxın. Birbaşa həyətə çıxış var. Baxın, gözəl. Çəkib qutarmaq olmur, o qədərdir ki. 9 otaq, hara gəzib qutarmaq olmur. Gəlin bir dənə indi. Gəlin. İndi çıxaq 2-ci mərtəbəyə. Alt qutardıq. Keçdik 2-ci mərtəbəyə. Yenə baxın bu mənzərəliyə. Gəlin yavaş-yavaş. Birinci burada yataq otağıdır. Baxın, yenə də həyətə pəncərə açılıb, baxır. İkinci keçirik burada bir yataq otağıdır. O cümlədən burada da yenə paltar asmaq üçün bir əlavə yer düzəldilib. Otağın içindədir. Buradan evin balkonuna da o cümlədən həyətə baxmaq üçün yer düzəlib. Bir də balkona baxın. Görün nə gözəl bir mənzərədir. Baxın. Sonra keçirik yenə də o bir otaqlara. O bir otaqlara keçirik. Gəlin. Zəhmət olmasa bir dənə də çəkin. Burada da bir yataq otağı var. Yatağın otağın yenə də içində paltar şkaf düzəltmək üçün, asmaq üçün yer düzəldib. Yenə də bunun da həyata da balkona çıxış üçün qapısı var. Da orasını baxdınız. Sonra keçirik bura. Gəlirik burada sanuzel düzəldilib. Sadəcə veşlər yığılıb deyil, istifadə olunmur. Burada da əlavə bir otaqdır. Yəni o da əlavə veşlər yığmaq üçündür. Yəni istifadə olunmur deyin. Çoxdur, sayı çoxdur otağın. Və keçirik burada yayda oturmaq üçün
bir stolu ve o cümleden de burada da bir balkonu var. Yine dediğim kimi evin her iki yüzünde balkon var. Biri hayatın arkasında bağı açılır, biri de evin qabağına açılır. Bu da yine de balkonudur. Bir tane buradan da çekin. Bakın her tarafa ev heç nəyə qarışmır. Buyurun bu cür evi, yani bu hündür bir ərazidə ne güzel bir ev, ne güzel bir evdir. Qiyməti də o qədər də yüksək deyil. Yəni özünə görə qiyməti var, 160 minə deyir. 160 minə deyir. Gəlin baxın, seçim eləyin, özünüz baxın, hər bir zövqə uyğundur. Doğrudan da gözəl bir evdir. Qiyməti dediyim kimi 160 minə gələni alın, inşallah qulluğunuzda yox. Allah hər kim alırsa xeyirlisin qismət eləsin. İlahi amin.